Kortizon MS-i müalicə etmir. Hamı elə bilir, amma bu təhlükəli bir mifdir. Kortizon xəstəliyi sağaltmır. O sadəcə miyilinə hücum edən immun hüceyrələrini molekulyar səviyyədə iflic edən bir blokadadır. Relaps zamanı bədəndə kəskin bir sitokin fırtınası qopur. Bu fırtına qan-beyin səddini daha keçirici edir və nəticədə immun hüceyrələri içəri sızaraq dağıdıcı bir alov başladır. Atak zamanı bizə sürət və dəqiqlik lazımdır. Bəs niyə adi prednizolon yox, məhz metilprednizolon? Çünki metilprednizolonun lipofilik qabiliyyəti daha yüksəkdir. Yəni, o beyin bariyerini çox daha asan keçib birbaşa hədəfə çatır. Üstəlik prednizolona nisbətən bədəndə daha az su və duz toplayır. Bu da xəstənin lazımsız ödəmlərdən qorunması deməkdir. Metilprednizolon effektiv bir yanğın söndürəndir. O alovu söndürür ki, sinir lifləri tamamilə kül olmasın. Amma unutmayın, yanğın söndürən evin bünövrəsini təmir etmir. O, kök səbəbi immun sistemin yanlış proqramını dəyişmir. Bu dərman sadəcə sinir toxumasını xilas etmək üçün qazanılmış vaxtdır. Metilprednizolon krizis meneceridir. Amma əsl müalicə yanğın söndükdən sonra davam etdiyiniz əsas profilaktik terapiyadır.